Salam dostlar. Mən sizinlə bugün klimat kontrol haqqında danışmaq istəyirəm. Hansı ki, çoxlarının bundan tam məlumatı yoxdur. Təbii ki, bilməmək ayıb deyil. Mən özüm də çox şeyləri öyrənirəm və çalışıram ki, öyrəndikcə bunu sizlərə çatdırım. Deməli dostlar, bir şey də qeyd edim ki, bu funksiya yalnız kimi maşında uzaqdan işə salma var, ona aiddir. Deməli, biz daxil oluruq settingdən vehicle-dan remote start, klimat kontrol və auto gördüyünüz kimi less setting, yəni son parametrlər. Hal-hazırda məndə avtodadır. Yəni bu o deməkdir ki, biz maşını uzaqdan işə salanda maşının kondisioneri avtomatik olaraq işə düşəcək. Yəni biz fərqi yoxdur. İstər kondisioneri qoşulu qoyaq və yaxud qoşulu qoymayaq. Ancaq bir şey də deyim ki, yəni biz uzaqdan işə salanda, biz maşına gəlib oturanda, zamoku açdıqdan sonra kondisioner işləməyəcək. Biz məcburuq ki, kondisioneri yenidən əllə qoşaq. Ancaq bu o vəziyyətdə işləyir ki, bu funksiya avto rejimdə olsun. Biz maşını uzaqdan işə salanda kondisioner avtomatik olaraq işə düşəcək. Və hansı ki, tutaq ki, biz burada temperaturu qoymuşuq. Məsələn, məndə 21 yarımdır. Əgər temperatur çöldə 21 yarımdan və yaxud adamlar var ki, 23-ə qoyur, 20-yə qoyur, 17, 18 təxili yoxdur. O temperaturdan aşağı düşəcəksə, avtomatik olaraq pes qoşulacaq. Bu qədər sadə. Salam dostlar. Mən sizinlə bugün klimat kontrol haqqında danışmaq istəyirəm. Hansı ki, çoxlarının bundan tam məlumatı yoxdur. Təbii ki, bilməmək ayıb deyil. Mən özüm də çox şeyləri öyrənirəm və çalışıram ki, öyrəndikcə bunu sizlərə çatdırım. Deməli dostlar, bir şey də qeyd edim ki, bu funksiya yalnız kimi maşında uzaqdan işə salma var, ona aiddir. Deməli, biz daxil oluruq settingdən vehicle-dan remote start, klimat kontrol və auto gördüyünüz kimi less setting, yəni son parametrlər. Hal-hazırda məndə avtodadır. Yəni bu o deməkdir ki, biz maşını uzaqdan işə salanda maşının kondisioneri avtomatik olaraq işə düşəcək. Yəni biz fərqi yoxdur. İstər kondisioneri qoşulu qoyaq və yaxud qoşulu qoymayaq. Ancaq bir şey də deyim ki, yəni biz uzaqdan işə salanda, biz maşına gəlib oturanda, zamoku açdıqdan sonra kondisioner işləməyəcək. Biz məcburuq ki, kondisioneri yenidən əllə qoşaq. Ancaq bu o vəziyyətdə işləyir ki, bu funksiya avto rejimdə olsun. Biz maşını uzaqdan işə salanda kondisioner avtomatik olaraq işə düşəcək. Və hansı ki, tutaq ki, biz burada temperaturu qoymuşuq. Məsələn, məndə 21 yarımdır. Əgər temperatur çöldə 21 yarımdan və yaxud adamlar var ki, 23-ə qoyur, 20-yə qoyur, 17, 18 təxili yoxdur. O temperaturdan aşağı düşəcəksə, avtomatik olaraq pes qoşulacaq. Bu qədər sadə.